İsmailli Uşaq və Ailələrə Dəstək Mərkəzində mediatur təşkil olunub. Mediatur zamanı iştirakçılar mərkəzin fəaliyyəti, göstərilən xidmətlər və həyata keçirilən layihələrlə yaxından tanış olublar. İsmailli Uşaq və Ailələrə Dəstək Mərkəzində mediatur təşkil olunub. Mediatur zamanı iştirakçılar mərkəzin fəaliyyəti, göstərilən xidmətlər və həyata keçirilən layihələrlə yaxından tanış olublar. Mərkəz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir və komitənin profilinə uyğun olaraq uşaqlar və ailələrlə bağlı mövcud problemlərin həlli, eləcə də bu problemlərin qarşısının alınması istiqamətində sistemli iş aparılır. Burada risk qrupuna aid ailələrə fərdi və qrup şəklində işlər görülür. Eyni zamanda maarifləndirici və preventiv tədbirlər həyata keçirilir. Dövlət proqramlarının icrası təmin olunur. İsmailli Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaqlar, valideynlər və ailə üzvləri üçün müxtəlif sahələr üzrə xidmətlər göstərilir. Bu gün mərkəzimizə mediatur təşkil olundu. Tur iştirakçıları mərkəzlə tanış oldular, mərkəzin xidmətləri ilə tanış oldular. Onu da deyim ki, mərkəzimiz 2011-ci ildən fəaliyyət göstərir və elə baş idarənin profilinə uyğun olaraq problemli ailələrlə işləyirik və daha çox problemlərin qarşısını almaq üçün maarifləndirici tədbirlərə üstünlük veririk. Dövlət proqramı icrası sahəsində işləri görürük. Eyni zamanda mərkəzdə ehtiyacı olan uşaqlara və eyni zamanda böyüklərə psixoloji xidmət göstərilir. İnkişaf ləngiməsi olan uşaqlarla inkişaf etdirici, duyu bütünləmə xidmətləri aparılır. Bu tur imkan verdi ki, mərkəzin xidmətlərində daha geniş təbliğ olunsun, daha çox insanlara mərkəzdə hansı işlər görüldüyü, hansı xidmətlərin göstərildiyi barədə məlumat verilsin. Turun təşkilinə görə təşkilatçılara ürəkdən təşəkkür edirəm. Mediaturda çıxış edən İsmailli Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva mediaturun təşkilinə görə təşəkkürünü bildirərək bu cür təşəbbüslərin mərkəzin işinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət Komitəsinin Analitik Təhsil və İnformasiya Təminatı şöbəsinin əməkdaşı Sevil Rəsulzadə, media və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə İsmailli Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunan mediaturun məqsədi barədə məlumat verib. Böyük məsləhətçi Pərvanə Əsgərzadə də çıxış edərək qeyd edib ki, bugün İsmailli rayonunda təşkil olunan mediatur iştirakçılarda xoş ovqat yaradıb və belə səfərlər media nümayəndələrinin sosial sahədə görülən işləri daha da yaxından izləməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Kəmrə Nəsir qızı Rafiq Həsənov üçün Məlikə və Cərəsənova bugün informasiya proqramı üçün. Dövlət Yanğın